Qəbri ziyarət edərkən qəbirdə kimsiz dua etmək olar? Bəli, sünnədir. Ümumiyyətlə, qəbir ziyarətində iki fayda var. Birinci fayda ölümü xatırlamaqdır. Və ikinci fayda həmçinin ölən üçün dua etməyindir. Hətta o birinci faydanı götürsək, yəni sırf ölümü xatırlamaq, bir insan kafir olan ana atasının qəbrini ziyarət edə bilər. Baxma ki, bu məsələdə alimlər ixtilaf ediblər. Və səhih olan budur ki, edə bilər. Və Şeyx Albani rahimehullah Əhkamul Cənaiz gətirib bu barədə hədislər. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm Allah subhanahu və tealədən anası barədə, valideynləri barədə iki şey istəyir. Birinci istəyir ki, Allahım, mənə izin ver onlar üçün dua edim. Və anası da, atası da məlumdur ki, kafir olaraq ölmüşdülər. Və Allah subhanahu və teala izin vermir. Çünki kafir üçün öləndən sonra, yəni Allah onu bağışla, ona rəhm et deyə dua etmək caiz deyil. Olmaz. Sağ olan kafir üçün dua edə bilərsən, Allah ona hidayət ver. Allah-u Teala icazə verir. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Allahdan istəyir ki, icazə ver, qəbirlərini ziyarət edin. Və Allah subhanahu və teala icazə verir. Peyğəmbər sallallahu aleyhi və səlləm anasının qəbrini ziyarət edir. O kafir ola və ağlayırdı. Yox, dua etmir. Və ölümü xatırlayır, anasını xatırlayır. Və Şeyx Albani rahimehullah deyir ki, Əhkamul Cənaizdə kitabında bu hədis dəlildir və orada başqa ola bilsin dəlillər də var. Dəlildir ki, bu şərtlə bu cür hətta kafir olanın qəbrini belə ziyarət edə bilərsən. Doğrusun Allah. Evdə olan dua ilə, qəbirdə olan dua ilə, qəbirdə olan duanın fərqi var. Yox, belə fərqi yoxdur. Burada da dua edə bilərsən. Amma qəbir ziyarətində sünnədir. Qəbir ziyarətində faydalar var. Qəbir ziyarəti sünnədir. Və ən böyük fayda sənin özbədir. Aydındır? Bəli, ölümü xatırlayırsan. Və həmçinin də qəlbən götürsək, məlumdur ki, insanın qeyri-vaxtda etdiyi, yəni o qəbir sahibi üçün etdiyi dua və orada etdiyi dua eyni olmayacaq. Orada insan dua edəndə daha ürəkdən edir və yaxşıdır ki, hətta qəbirin yanında olanda da üzü qibləyə dua edəsən. Qəbirə tərəf yox, yəni qəbirin yanında da dursan, üzvü qibləyə çevir dua ilə. Daha yaxşı. Əlvi açıb edə bilərsən. Qəbir arada qalmasın. Qəbir arada qalmasın. Qiblə ilə sənin aranda qalmasın. Yaxşıdır ki, yaxşıdır, ədəbdəndir. Bəli. İxlasla.com saytı tərəfindən təqdim olundu.